olsun. Əziz tələbələr, bugün sizinlə magistratura qəbul imtahanı düşmə ehtimalı olan bir sualın izahına baxırıq. Sualımız qrafik diaqram bölməsindən bir sualdır. Baxın, bizdən n vuraq h qrafiki deyir hansı formada var. İlk öncə birinci baxıram n başlayır 1-dən, h isə başlayır 0,5-dən. Onda 1-i 0,5-ə vuraram. Bizdən başlamalıdır qrafikimiz 0,5-dən. Tez variantlara baxsam, görürəm ki, hamısında baxın 0,5-dən başlayıb. Daha sonra ikinci hissəyə baxıram. İkinci hissədə h-mız olub 1. N-imiz isə olub 2. Onda 1-i 2-yə vuraram. İkinci hissəmiz 2-dən başlamalıdır. A variantın 2-dən başlayır, B-də 2-dən başlayır. Amma C variantına baxın 2-dən başlamır. 1,5-dən başlayır. Onun üçün C-ni çıxarıq. Üçüncü hissəyə baxsaq, diqqətlə. Üçüncü hissəmizdə deməli bizim buradan h-mız oldu 2, n-imiz də oldu 3,5. 2-ni 3,5-ə vuranda deməli bu üçüncü hissəmiz 7-dən başlamalıdır. Tez variantlara baxsam görürəm ki, hamısında da yeni 7-dən başlayır. Burada da, burada da, burada da və burada da. Dördüncü hissəmizə baxsaq, n-imiz başlayır 3-dən, h-mız isə başlayır 1,5-dən. Düzdürmü? Onda 3-ü 1,5-ə vuranda deməli üçüncü hissəmiz 4,5-dən başlamalıdır. Tez variantlara baxanda baxın, bura 4,5 deyil. 5-dir. Bunu çıxarıq. Burada 5-dir. Bunu da çıxarıq. Y variantına baxın, bu isə yenə 5-dir. Bunu da çıxanda doğru cavabımız olur D variantı.